Sumqayıt şəhəri 37 nömrəli tam orta məktəbdə yeni təmayül tədris modelinə start verilib. 9-cu sinif buraxılış imtahanlarında 150 və yuxarı bal toplayan şagirdlər könüllülük əsasında məktəblərini dəyişərək burada təhsil alırlar. Yeni model şagirdlərin maraq və meyillərinə uyğun fərdi inkişafını genişləndirməklə yanaşı, ümumi təhsil pilləsində təmayülləşmənin səmərəliyini artırmağa xidmət edir. Məktəbdə ibtidai və ümumi orta siniflər fəaliyyət göstərmir. Dil tarix üzrə 3-cü qrupun 11-ci sinif şagirdiyəm. Bu məktəbdə artıq 2-ci ilimlik təhsil alıram. Burada qalmağımın əsas səbəblərindən biri də məktəbdə keçirilən yüksək səviyyəli dərslərdir. Bu layihədə məktəbimiz uşaqların məktəbdə təhsil almasını hədəfləyir. Yəni əlavə repetitorlardan fərqli olaraq sadəcə təhsili məktəbə qaytarmağa çalışır məktəbin layihəsi. Mən 4-cü qrup tələbəsi olaraq biologiya, kimya və fizika fənlərindən hazırlaşıram ən çox. Mənim düşüncəmə görə mən artıq imtahana tam hazırlaşa bilərəm və imtahan nəticəsində ən yüksək balı yığaraq istədiyim ixtisasa çata bilərəm. Xatırladaq ki, təmayül tədris modelinin pilot tətbiqinə ötən il 5 məktəbdə başlanılıb və yalnız 10-cu siniflər üçün nəzərdə tutulmuşdu. Bu ildən isə həm 10, həm də 11-ci sinif şagirdləri gələcək ixtisas seçimlərinə uyğun fənləri daha dərindən öyrənmə imkanı əldə edirlər. Bu layihənin də məqsədi əsas odur ki, şagirdlər əlavə məşğələlərə cəlb olunmadan yalnız məktəbdə onlara keçirilən dərslər vasitəsilə ali təhsil müəssisələrinə hazırlaşırlar. Bu səbəbdən şagirdlərimizə yalnız öz 10-cu sinif və ya 11-ci sinif dərsliklərindəki materiallar deyil, Dövlət İmtahan Mərkəzinin buraxılış və blok imtahanlarının proqramları üzrə dərslər tədris olunur. Lakin bundan əlavə onlar dərsdən sonra şənbə günlərində, həmçinin tətil günlərində də əlavə müəllimlərimiz tərəfindən məşğələlər həmin şagirdlərə keçirilir. Hazırda məktəbdə 25 müəllim 15 sinif komplektində 209 şagirdə dərs deyir. Prosesə yalnız sertifikatlaşdırma imtahanında minimum 51 bal, işə qəbul imtahanında isə 81 bal toplanmış azı 3 illik təcrübəsi olan pedaqoqlar cəlb olunur. Normal orta məktəblərdən fərqli olaraq burada qruplar üzrə təşkil olunurdu və deməli sinifdə ancaq eyni qrup üzrə təhsil alan şagirdlər var. Bu həm müəllimin işini asanlaşdırır, həm də şagirdlərin işini asanlaşdırır. Yəni eyni hədəfə doğru gedirik. Onların həm də qruplar üzrə çəki dərəcələrinə, yəni əmsallarını da əsas götürülmüşdür burada və buna uyğun da dərs saatlarının bölgüsü müəyyənləşdirilmişdir. Digər bir əsas məsələ isə buraxılış imtahanlarından sonra buraxılış imtahanlarına artıq çıxarılan fənlərin dayandırılması və onların saatlarının blok fənlərinə verilməsidir ki, bu da xüsusi bir önəm daşıyır ki, təhsil prosesi burada düzgün təşkil olunmuşdur. Bəs mütəxəssislər bu pilot layihə haqqında nə düşünürlər? Uşaqlar gedirlər məktəbdən kənar yerdə repetitorlara. Məhz Elm və Təhsil Nazirliyi bu istiqamətdə çox yaxşı bir layihə təklif edir ki, uşaqlar dərsdən sonra və yaxud da ümumiyyətlə 10-cu 11-ci sinifdə şəhərin, kəndin, rayonun müxtəlif yerlərinə getməsinə. Çünki onlar bu vaxt itirirlər, valideynlər maliyyə itirirlər. Həmçinin şagirdlərin sosiallaşması da təmin olunacaq. Qeyd edilən təmayül siniflərində bu şagird sayı daha aşağı sayda olacaq. Yəni ona qədər uşaq olacaq. Bu birinci məsələdir. İkinci, orta təhsil məktəblərində dərslər 45 dəqiqədirsə, həmin təmayül kimi xidmət göstərilən yerlərdə dərs saatları 1 saat, yarım hətta 2 saat olacaqdır və onun konkret olaraq proqramı Dövlət İmtahan Mərkəzinin qəbul proqramı olacaqdır. Qeyd edək ki, layihəyə ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Siyəzən, İmişli, Sabirabad, Beyləqan, Xaçmaz, Goranboy, Neftçala, Quba, Şəki və Lənkəran şəhərlərində seçilmiş ümumi təhsil müəssisələrində tətbiq edilir. Yaxşı, informasiyanın bir də növləri var idi uşaqlar. Maya Sabir qızı, Qadir Əliyev, İTV Xəbər.